Salam kanalımın dəyərli izləyiciləri. Kanalıma və videoma xoş gəldiniz. Kanalıma abunə olmağı, videomu bəyənməyi və şərh yazmağı unutmayın. Bugün dovğa hazırlayırdım, istedim sizinlə də bölüşüm. Bizim ailədə dovğa çox sevilir. Yay dovğasının isə xüsusi bir yeri var. Başlayaq mənim üsulumla dovğanın hazırlanmasına. Bir böyük qazanın içərisinə 2 balon qatıq əlavə edirəm və 2 yumurta, 4 xörək qaşığı isə un əlavə edib yaxşıca qarışdırıram. Qarışdırdıktan sonra üzərinə 2 litr su əlavə edib yenidən qarışdırıram və üzərinə 3 dənə şirin bibər, 1 dənə isə acı bibəri xırda-xırda doğrayıb əlavə edirəm. Ocağın üstündə əlimi saxlamadan bişməyini gözləyirəm. Göyərtiləri isə əvvəlcədən doğramışam, yumuşam və suyunu süzülməsi üçün gözləmişəm. Mən göyərtilərdən ispanaq, kişniş, çiyüd, kəvər, kərəviz və cəfəri, ağ reyhan, nanə və mövsümünə uyğun olaraq tərpəköyündən istifadə etmişəm. Siz istədiyiniz göydən, əlinizin altında olan göylərdən istifadə edə bilərsiniz. Ayranım qaynadıktan sonra göyərtiləri üzərinə əlavə edirəm və yenidən qarışdırıram əlimi saxlamadan. 2-3 dəqiqə bəs edir göyün bişməsinə. Sonra altına keçirdib duz əlavə edirəm və yenidən 2 dəqiqə qarışdırıram əlimi saxlamadan. Belə etdikdə dovğa heç bir zaman çürümür. Və sonda belə gözəl, möhtəşəm bir dovğa yaranır. İnandırım sizi ətri aləmə yayılıb. Siz də hazırlayıb nuş edə bilərsiniz. Göz haqqınızda halal edin. Gələn videolarda görüşənədək.